Salam əziz izləyicilər, bu videoda bu il, yəni 2025-ci ildə çap olunmuş sinif testini izah edəcəm, 7-ci sinif. Başlayırıq ən birinci mövzunun A variantından. Deməli, latınca adı kuprum olan elementin simvolunu müəyyən edin deyir. Bu misdir, simvolu da bu cür. 2-də deyir, metalları müəyyən edin. Hidrogen qeyri-metaldır. Karbon və fosfor qeyri-metaldır. Natrium və civə metaldır. Cavab olur B variantı. 3-də deyir, Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Azot və natrium haqqında soruşur. Deməli, metaldır natrium, qeyri-metaldır azot. Latınca adının baş hərfi N-dır. Bəli, azotun adı nitrogeniumdur. İşarəsi də N-dır. Natriumda elə natrium işarəsi Na. Nitrogenium. Yəni bu ifadə ortaya gedəcək. Molekulu 2 atomludur. Bu da azota aiddir. Metallar 1 atomlu bəsit maddələr əmələ gətirirlər. Azot 2 atomlu bəsit maddə əmələ gətirir. Cavab nə olur? 2, 4, 1, 3. Yəni Y variantı. 4-də deyir, məntiqi ardıcıllığı tamamlayın. Deməli, metal 2 dənə qeyri-metal. Metal 2 dənə qeyri-metal. Metal 2 dənə qeyri-metal. Gəlməlidir metal. D variantı metaldır, kalsiyum. Ona görə cavab D olacaq. 5-də deyir, hansı elementlər molekullardan ibarətdir? Silisium 1 atomludur. Azot 2 atomlu bəsit maddədir. Natrium da 1 atomlu bəsit maddədir. Oksigen 2 atomlu bəsit maddə əmələ gətirir. Ona görə də molekul deyirsə 2 və 4-ü götürməliyik. A variantı doğru cavabdır. 6. Havanın tərkibində əsasən hansı maddələr var deyir. Havada oksigen var, bir də azot var, 1 və 3. A variantı. 7-də deyir, yer qabığının əsas hissəsini hansı maddələr təşkil edir? Qum və kil təşkil edir. 8. İnsan orqanizmini təşkil edən əsas maddələr. Zülal, yağ, karbohidrat və X. X-i müəyyən edin. Təbii ki, bu sudur. 9. Sümüklərin və dişlərin inkişafını və sərtliyini təmin edən elementlər hansılardır? Bunlar kalsiyumdur və fosfordur. 1, 4 götürməliyik. Cavab Y variantı olacaq. 10. Dəmirin simvolu F'dir. Ferromun F'si. H, helyumun simvoludur. Civə isə hidrarciumdur. Simvolu H, olacaq. Cavab A variantı uyğun gəlir. 11. Maqnezium üçün hansı ifadələr doğrudur? Metaldır, təbii ki, bir doğrudur. Orqanizmdə çatışmazlığı dərinin zəifləməsinə səbəb olur. Xeyr, bu kükürdə aiddir. 3-də deyir, orqanizmdə çatışmazlığı insanın zehni fəaliyyətinin ləngiməsinə səbəb olur. Bəli, bu maqnezium aiddir. 4. Orqanizmdə çatışmazlığı saçların zəifləməsinə səbəb olur. Bu da yenidən kükürdə aid olan bir ifadədir. Deməli, 11-in cavabı 1 və 3-dür. B variantı. 12. Zülallar və karbohidratlar üçün ümumi olan nədir? Tərkibində karbon var, azot var, oksigen var. Azot zülallarda var, amma karbohidratlarda yoxdur. Zülalların tərkibində karbon, hidrogen, oksigen və azot elementləri ola bilər. Karbohidratlarda isə karbon, hidrogen, oksigen var. Azot yoxdur. Ona görə biz 1 və 3-ü götürürük. D variantı doğru cavabdır. 13-də nə deyir? Doğru ifadələri müəyyən edin. Kimyəvi element eyni növ atomlardan təşkil olunur. Bəli, təbii ki, doğrudur. Kimyəvi element müxtəlif növ atomlardan təşkil olunur. Xeyr, bu artıq mürəkkəb maddədir. Elementin simvolu yazılarkən onun latınca adının baş hərfindən istifadə olunur. Doğrudur. Bəzi elementlərdə təkcə baş hərfindən yox, ikinci bir hərfdən də istifadə olunur. Elementin simvolu yazılarkən onun Azərbaycanca adının baş hərfindən istifadə olunurmu? Xeyr, Azərbaycanca yox. 5.
İndeks elementin simvolunun sağ yuxarı hissəsində yazılır. Yox, sağ aşağı hissəsində yazılır. Ona görə 1 və 3 doğru cavabdır. 14. Kükürt molekulundakı atomların sayı fosfor molekulundakı atomların sayından 2 dəfə çoxdur. Kükürt və fosfor molekullarındakı atomların ümumi sayı 12 olarsa, kükürt molekulunda neçə atom olduğunu hesablayın. Aha. Demək, kükürtdəki atomların sayı fosfordakı atomların sayından 2 dəfə çoxdursa, kükürdə 2x, fosfora x yazıram və bu indekslərin cəmini 12-yə bərabər edirəm. Yəni 3x bərabərdir 12-yə, x bərabərdir 4-ə. Deməli, fosfor P4-dür, kükürt də S8-dir. Kükürtdə neçə atom olduğunu deyir, hesablayın. Təbii ki, 8 atom. 15 doğru ifadələri müəyyən edin. Dəmir çatışmazlığı qanın tərkibinə təsir edir. Bəli, tamamilə doğrudur. Kükürt çatışmazlığı sümüklərin inkişafını ləngidir. Xeyr, bu kalsiyum və fosfora aid olan bir cümlədir. Sink çatışmazlığı insanın böyüməsini ləngidir, sinir sistemini gərginləşdirir. Tamamilə doğrudur. Canlı orqanizmlərdə olan maddələrin tərkibinə daxil olan elementlər bioelementlər adlanır. Bu da doğrudur. Və karbohidratların tərkibində azot varmı? Xeyr, bayaq bu haqda danışdıq. Karbohidratlarda karbon, hidrogen və oksigen elementləri var. 16. Aktiv idmanla məşğul olan insanın gündəlik zülal ehtiyacı hər kiloqrama təqribən 1,4 qram təşkil edir. Çəkisi 60 kiloqram olan idmançının gündəlik zülal ehtiyacını hesablayın. Çox rahat. Əgər 1 kiloqrama 1,4 qram zülal lazımdırsa, 60 kiloqrama nə qədər zülal lazımdır tənasüblə hesablamalıyıq. X bərabərdir 60 vurulsun 1,4. Bu da nəyə bərabər olur? 84 qrama bərabər olur. 17-də uyğunluğu müəyyən etməliyik. Fosfor qeyri-metaldır, natrium metaldır, alüminium həmçinin metaldır, silisium və karbon isə qeyri-metal arkadaşlardır. 18. Atmosferin alt qatını təşkil edən əsas maddələr və litosferin üst qatını təşkil edən əsas maddələr hansı elementlərdən təşkil olunduğunu yazın. Hə, hansı elementlərdən? Deməli, atmosferin alt qatını təşkil edir oksigen və azot. Elə oksigen elementlərindən və azot elementindən ibarət. Yəni O2 və N2 formuluna malikdirlər. Elə oksigen və azotdan təşkil olunublar. Litosferin üst qatını təşkil edən əsas maddələr hansı elementlərdən təşkil olunduğunu yazın deyir. Hə, burada deməli litosferin üst qatını təşkil edir qum və gil. Qumun tərkibi silisiumdan, oksigendən ibarətdir. Gilin tərkibində əlavə olaraq alüminium metalı da var. Əslində gilin tərkibində su molekulları da var. Onda deyə bilərik ki, gilin tərkibində hidrogen atomları da var. 19. Elementlərin simvolu və indeksdən istifadə edərək havanın tərkibində olan bir atomlu və çox atomlu elementlərin formullarını yazın. Havanın tərkibində olan bir atomlu və çox atomlu elementlər. Aha. Bir atomlular təsirsiz qazlar ola bilər. Helium, neon, argon və s. Çox atomlular oksigen, azot, bu qədər. Karbon qazı da var. O artıq molekuldur da, o element deyil. O iki elementdən ibarət olan bir molekuldur. 20. İnsan orqanizmini təşkil edən əsas maddələrdən hansı yalnız hidrogen və oksigen elementlərindən ibarətdir? Bu sudur. H2O-dur formulu. Hansıları isə yalnız karbon, hidrogen və oksigen elementlərindən ibarətdir? Bunlar isə yağlar və karbohidratlardır. Desəydik ki, bəs hansı karbon, hidrogen, oksigen və azotdan ibarətdir? O da olacaqdır zülal. Belə onlayn dərslərimə qoşulmaq üçün 077 460 47 23 nömrəsinə yaza bilərsiniz. Növbəti videoda görüşənədək rəylərinizi yazın zəhmət olmasa və videonu bəyənin, kanala abunə olun. Hələlik.